Səbzi aş. Əziz dostlar, özü səbzini mən yarı toyuq filesindən, yəni toyuğun sinə ətindən və dana əti ilə eləmişəm. Bol soğan və göyərti. Turşularımız da yanımızda. Düzdür, aşın yanında qırmızı şoraba pomidor da gözəl gedir. Sadəcə qırmızı turşum, yəni şoraba pomidorum olmadığı üçün xiyar, acı biber, badımcan və sarımsaq. O da çox gözəl olur. Turşu sarımsağı ümumiyyətlə xüsusən sevirəm. Sino gedirəm turşu sarımsaq üçün. Çoxdandır səbzi aş pişirmirəm. Doğğamız da yanımızda, əziz dostlar. Gözəl, ləziz olur. Çox möhtəşəm olur. Yəqin səbzi aşı sevənlərimiz çoxdur. Deməli, əti qəşəng birinci qaynatdım. Söhbət dana ətindən gedir. Süzdüm. Toyuq filesini xırda-xırda doğrayaraq biraz qəşəng yağda qovurdum. Bilirsiniz ki, file su çıxardır, gözləmək lazımdır ki, suyu çəkilsin. Ondan sonra da ardıcıl olaraq digər tərəvəz və ərzaqlarını qatasan, əlavə eləyəsən. Sonra soğanı, baş soğanı, adam var deyəcək ki, ay səbzi nədir, baş soğan nədir? Mən xoşlayıram. Özdə yarım xalqa, yarım ay şəklində. Ondan sonra qatdım qaynatdığım ətləri, sarı kök, duz, istiot və doğradığım göyərtiləri. Bişdi, möhtəşəm. O vaxta kimi düyümü qaynatdım, süzdüm, dəmə qoydum və oldu möhtəşəm. Çox möhtəşəm. Bir daha deyirəm, yarım toyuğun filesi, yəni sinə əti və dana əti. Hərəsindən biraz. Və səbziyə ya limon sıxırsan və yaxud da limonun yoxsa limon kislatası var. Onu qatırsan. Möhtəşəm. Doğğamız da öz yerində, əziz dostlar. Siz necə səbzini pişirirsiniz, onu da şərh bölümündə qeyd edə bilərsiniz. Hal-hazırda mənimlə birgə yemək yeyənlərə hamınıza nuş olsun.